üzərinə gəl natrium OH. Bilirsiniz, bu reaksiyadan nə alınır uşaqlar? Alınır natri xlor, üzərinə gəl su. Reaksiyada 1-in 1-ə gedir. Bir dənə OH, bir dənə H var, 1-in 1-ə. İndi uşaqlar, burada molu tapsa, H xlorun molu nə qədər eləyər? Natrium OH xlorid toşdu. 0,6-nı 1-ə vurar, 0,06-nı 1-ə vurarsınız, bunun molu eləyər 0,06. Uşaqlar, natrium OH-ın molu nə qədərdir? Kim deyər mənə? Onu da hesablasaq, 0,02-ni də 1-ə vursaz, eləyər 0,02. 0,02. İndi mənə deyin görək, bu reaksiyada hansı maddə tam girib, hansından artıq qalır? Görürsünüz, normalda Natrium OH tam girib, H xlor artıq. xlor artır. Normalda 1-in 1-ədir. Normalda reaksiya 1-in 1-ədir. İndi 0,06, 0,02 isə deməli, H xlordan nə edəcək? Artıq qalacaq. H xlordan nə qədər artıq qalacaq? Kim deyər mənə? H xlordan nə qədər artıq qalar? 0,04 qədər. 0,04 qədər. Tamam, gördüm. Bəs uşaqlar, natri xlorla su nə qədər əmələ gələr? Əgər 0,02 giribsə, onda 1-in 1-ə də, onda bu da 0,02 əmələ gələr, bu da 0,02 əmələ gələr. Düz. Leyla, səsin biraz pis gəlir, yəqin internetinizdəndir. Bu belə. Hə, uşaqlar, siz mənə eşidə bilirsiniz, normal. İndi biz nə görürük burada? Biz görürük ki, alfanı da bizə verib 100%, yəni H xlor tamamilə iyonlara ayrılır, o deməkdir, 100% o demək. Uşaqlar, bizə deyir, alınan məhlulda hidrogen iyonlarının qatılığında. Alınan məhlul hansı tərəfdir uşaqlar? Alınan məhlul da bura. Burada hidrogen harda var? Bir bu artıq qalan H xlorda var, bir də suda. Siz mənə deyin görək, biz suyu iyonlara ayırırdıq, yoxsa ayırmırdıq? Suyu iyonlara ayırırdıq, suyu ayırmırdıq. İndi onda bizə hidrogen iyonunu reaksiyada alınmış məhlulda hidrogen iyonunu bizə verən nə olacaq uşaqlar? H xlor olacaq. Bunun qatılığını istəyir bizdən. Qatılıq C hərfi ilə işarə olunur. C hidrogen bərabərdir. Qatılığın düsturu necədir? C bərabərdir. Nü böl V. İndi 0,04 mol H xlor artıq qalıbsa, 0,04 mol H xlorda nə qədər hidrogen var? 0,04 mol H xlorda hidrogen nə qədərdir? 0,04. Elə 0,04-dür də. C bərabər nü böl V. Nünü yazdım burada. V-ni nə yazacam uşaqlar? Bu alınan məhlulda dediyinə görə bunlar reaksiyaya girəndə və yaxud iki məhlul qarışdırılanda onların bilirsiniz ki, həcmləri toplanır. Həcmlər toplanılır. Ona görə 1 litr, hərəsi 1 litr, 1 litr idi. Buraya yazıram 2. Bunu da hesablayanda buradan eləyəcək 0,0. Baxın yenə. Kim başa düşmədisə bir də deyim. Yenə baxın. Mənim səsim düzəldi. Biraz düzəldi, hə, yaxşı. Bir dənə baxın uşaq. Görün, anlayabilirsiniz yoxsa? Tamam. Sonra davam ediyor. 95. 95. 95 ilə bayaq izah etdiyimiz sual qəşəng sualdır. Diqqətlə qulaq asın uşaqlar. 95 nömrəli sual. Bu sual tipi də 4-cü qrup üçün, yəni düşə bilən sual tipidir. Bundan özə bir dənə də var bu sualdan. Çox qəşəng və rahat sualdır. Deməli, burada 3 mol bizə H brom veriblər, 1 mol AgNO3 veriblər. Siz mənə deyin görək, biz deməlidir ki, bu iyonların mol sayına zamanla asılı qrafiki verilib. Hansı asılıqlar aniona aiddir? Uşaqlar, 3 mol H brom bizə hansı iyonları verər? 3 dənə bizə hidrogen müsbət verər. 3 dənə də bizə brom mənfi verər. Razısınız mən? Uşaqlar, 1 mol gümüş nitrat bizə hansı iyonları verər? 1 dənə gümüş verər. 1 dənə də NO3 verər. Razısınız mən? İndi siz görürsünüz ki, deməli, hidrogenlə bromun sayı iyonları 3 demə oldu. Gümüşlə NO3 1 mol. Yəni, hidrogenlə brom çoxdur. Onda fikir verin uşaqlar, qrafikin bu yuxarıda başlayan, C nöqtəsindən başlayan bu iyonlar, biri hidrogendir, biri bromdur. Daha çox. Amma gümüşlə NO3 isə görürsünüz azdır, 1-dir. Onlar isə A nöqtəsindən başlayır. Amma bilmirəm hansı gümüşdür, hansı NO3. Burada da bilmirəm hansı hidrogendir, hansı bromdur, bilmirəm. Amma onu bilirəm ki, yuxarıdakılar hidrogenlə broma aiddir, aşağıdakılar gümüşlə NO3 aiddir. Bura qədər anlayırsınız uşaqlar mən. İndi uşaqlar, siz bilirsiniz ki, bunlar qarışdırılanda, yəni bunlar arasında reaksiya gedəndə, burada çöküntü verən iyonlar hansılardır? Hansı iyonlar çöküntü verəcək? Kim deyər? Argentiumdan brom sarımtıl rəngli çöküntü. Uşaqlar, burada argentium bir dənə olduğuna görə, bu argentium tamamilə itəcək, gedəcək çöküntüyə. Ona görə bunu vurur. Argentiumun da yeri qrafikdə haradaydı? A nöqtəsindən başlayıb, bütöv düşəcək 0. Deməli, buradan görürəm 4 argentium.
Uşaqlar, bir də dedik bromun neçə dənəsi gedəcək? Əgər 1 mol gümüş varsa burada, brom 3 dənədir, düzdür? Amma bir dənə gümüş özünə neçə Bir dənə brom dənəsi çəkər? gedəcək. Çünki gümüş bromid belə yazılır axı, Ag brom. Bir gümüş özünə 1 brom çəkəcək. Onda 2 dənə brom qalır. Onda brom da elə bil ki 3-dən düşəcək 2-yə. İkinci qrafikdə baxın, ikinci xəttə baxın, ikinci xəttə aid olacaq brom. Amma birinci və üçüncünü görürsünüz ki, dəyişməyib. O nə deməkdir uşaqlar? Yəni orada çöküntüyə getməyib. Çöküntüyə getməyən iyonlar da bizdə hidrogenlə NO3. Hidrogenin də molu çox olduğuna görə yuxarıdakı olacaq hidrogen H müsbət. Aşağıdakı da olacaq NO3. Bilmirəm, anlaya bildiniz yoxsa. Bizə deyir hansı asılılıqlar aniona aiddir. Aniona aid olan burada 2 ilə 3. Kation desəydi 1 ilə 4. Baxın bir dənə. Görün, tam başa düşə bilirsiniz uşaqlar, yoxsa bir də deyim. Bir dənə baxın. Nurlan başa düşə bilirsən bunları? Zeynəb. Başa düşdüm mən müəllim. Ha, var. Bəli. Uşaqlar davam bildiniz yoxsa bir də deyim? Bacılar, Aysular başa düşürlər var. Qalib. Orada çöküntü yaradan maddələr bir-birinə birləşir də. Bəli. Çöküntü yaradanlar azalır. Biz demişdik ki, belə reaksiyalarda hansı iyonların sayı azalır? Çöküntü verən iyonların sayı azalır. Çöküntüyə gedən iyonların sayı azalır. Sadəcə orada bilməlisən ki, yuxarıdakı, məsələn, orada 2 dənə azalma var. 2 də azalır. Qrafikə bax, 2 də azalır. 4 də azalır. 2-ni niyə deməli broma aid elədi? Çünki bromun miqdarı çox idi və brom 3-dən olduğuna görə onun biri getdi gümüşdən, ikisi qaldı. Ona görə ikinci qrafik aid oldu broma. Amma gümüş elə 1 mol idi deyə, bir dənə gümüş idi, getdi çöküntüyə deyə 4-ü aid elədi gümüş. Dəyişməyənlər də hidrogenlə NO3 oldu. Hidrogen niyə birinci oldu? Hidrogenin molu çoxdur deyə 3 mol hidrogen var, 1 mol NO3 var ona görə. Biri hidrogenə aid oldu, 3 NO. Qalib başa düşürsən bunları? Səmaya. Bəli. Səmaya aydın olur bu suallar tam. Bəli, müəllim, bəli. Dəqiq, hə. Nəyi bilmirsən sor. Nəyi bilmirsənsə sor. Uşaqlar davam edək. Sonra nə sualınız varsa buyurun. 100 var. 100. Neçə var? 100 nömrəli sual. 100 nömrəli sual. Uşaqlar 100 nömrəli sualda bizə nə deyir? 100 nömrəli sualda bizə deyir ki, bu reaksiya üçün deyir hansı ifadələr doğrudur? Hansı ifadələr doğrudur? Bir SO4-ün təyini reaksiyasıdır. Bəli, çöküntü alınır da buradan barium SO4. Təyini reaksiya götürürəm. Bir kəskin ili SO2 alınır. Buradan SO2 alınır ki, uşaq. Buradan alınır barium SO4 ilə alüminium klorid. Buradan alınmır ki, SO2. Yox. Orada səhv edir. Biri götürürəm. Bir xlor iyonlarının sayı dəyişmir. Həqiqətən də uşaq var. Burada xlor çöküntüyə gedir. Çöküntüyə getmir ki, çöküntüyə gedən bariumdan SO4. Ona görə xlor iyonlarının sayı dəyişmir. Götürürəm. Uşaqlar deyir, qısa iyon tənliyində əmsal cəmi 5-dir. Mən sizə qayda öyrətmişdim. Onu şifahi tapmağın yolunu demişdim. Necə demişdim? Qısa iyon tənliyində əmsal cəmini Üstünə bir tapaq. görürdük. Bəli. Çöküntünün. Burada çöküntü hansıdır burada? Bariumdan SO4 birləşir, barium SO4. Bunun neçə dənə iyonu var? Bir dənə barium var, Leyla. Bir dənə SO4. 3 dənədir. 2 dənə SO4. 2 dənə bəli, 2 dənə iyonu var. Bir barium, bir SO4. Üstə də bir gəlirəm 3 eyni. O 5 deyir, səhv. Bir ağ rəngli çöküntü alınır. Barium SO4 ağ. 1, 3, 5. Baxın bir dənə. Bir dənə baxın uşaq. Bəli, müəllim, aydındır. Davam edəyəm. 101. Deyəsən şey deyir sizə. Normal yazanda o həm alınanın elə bil ki, sol tərəfdəkilərin cəmidir. Məsələn, 1 üstə 1. Alınan da bir dənə var axı. Ona görə həmişə üstünə bir gəlsin deyəsən. Bəli, tamamilə doğrudur. Tamam. Onu elə bayaq demişdim. Hə, düz. Davam edəyəm. Uşaqlar, sonra 101-ə də baxardıydım. 101-ə də 101 nömrəli suala baxaq. Uşaqlar, 101 nömrəli sualı necə yazarıq? Qəşəng sual.
101 nömrəli sualda bizə 2 mol barium hidroksid verib. Belə olanda da mən məsləhət həmişə görürəm, uşaqlar, çalışın bunu iyonlara ayırın, sizə rahat gəlsin. Necə? 2 mol barium OH2 varsa bizdə, deməli belə çıxır ki, barium OH2 bizə hansı iyonları verir uşaqlar? Barium OH2 bizə hansı iyonları verir? Barium OH2 bizə verir, deməli, Barium, bir də bəli, OH. 2 dənə barium verər bizə, düzdür? 2 dənə bizə barium müsbət 2 verər. 2 dənə də bizə OH neçə dənə verir? Barium OH2-də 2 dənə OH var. 2 mol olduğuna görə neçə dənə OH var uşaqlar? 2 mol barium OH2 neçə dənə OH? 4 dənə. 4 dənə də OH mənfidir. Baxın, bu bir burada var. Deyir ki, bura, birinci nə gəliblər bura? 1 mol kuprum SO4 gəlib. Uşaqlar, 1 mol kuprum SO4 gələndə 1 mol kuprum SO4 bizə hansı iyonları verər? Mənə deyə bilərsiniz. Bir dənə mis verər, Kuprum, bir də SO4. bir dənə bizə kuprum verər, bir dənə də SO4. İndi bunları biz qarışdırsaq, hansı iyonlar arasında reaksiya gedər? Yəni, çöküntü verən iyonlar hansılar olar bu? Bariumdan SO4. Bariumdan SO4. Ona görə, bax, birinci reaksiya Bir də kuprumdan OH. Ay, sağ ol. Bax, birinci reaksiyanı götürürük. Niyə? Bariumdan SO4 çöküntü. Bir də uşaqlar, kuprumdan OH çöküntü verər. Bax, ikini də götür. Bura qədər görün, anlamısınız yox. İndi gəlin, baxaq görək, bir dənə barium neçə dənə SO4 birləşdirə bilər ki, özünə? Burada 2 dənə barium var, bir dənə SO4 var. Bir barium, bir dənə SO4 ilə birləşərdi. Onda SO4 burada qalmaz. Bax, SO4-ü buradan vurdu. Bariumda uşaqlar 2 mol idi. Əgər bir dənəsi SO4 ilə getdisə, neçəsi qaldı? Biri qaldı. Kimi çatdıra bilirəm? Ay, su gör, başa düşürsən? Biri getdi, biri qaldı. Kuprumda, bax, kuprum özünə neçə dənə OH birləşdirər uşaqlar? Kuprum müsbət 2-dir də, bilirsiniz. Kuprum SO4-dən gəlib, kuprum müsbət 2-dir. Kuprum müsbət 2-dirsə özünə neçə dənə OH? 2 dənə OH. Onda kuprum da burada gedər, qalmaz. OH da 4 dənədir. Kuprum özünə 2 dənə birləşdirdi, 2 dənəsi qaldı. Hal-hazırda bizdə qaldı bir dənə barium müsbət 2, 2 dənə OH mənfi. Birinci, ikinci reaksiya getdi. Sonra deyir uşaqlar bura, bu hissəni silim artıq, bura yox. Sonra deyir bura nə gəliblər? 1 mol ferium xlor 2 gəliblər. 1 mol ferium xlor 2 bizə hansı iyonları verər? Bir dənə dəmir iyonu verər, müsbət 2. Ferium xlor 2 olduğuna görə müsbət 2, dəmirin valenti 2-dir. 2 dənə də bizə xlor mənfi. Burada indi çöküntü verən iyonlar hansı var sizdə? Dəmirlə OH çöküntü Feriumla verirlər. OH. Bəli, aferin. Dəmirlə OH çöküntü verərsə, onda 3-cü reaksiya gedər, yoxsa 4-cü reaksiya gedər? Baxın, 3 gedər, yoxsa 4? 3 getmədi, 4 gedəcək burada. 4-cü reaksiya gedir. 3 burada gedir. Onda bu dəmir uşaqlar burada qalar, yoxsa qalmaz? Dəmir də gedər. Bir dənə dəmir, 2 dənə OH-ı aparar. Bunları da artıq burada görməzsiniz. Bunları silirəm. Hal-hazırda bizdə 1 mol barium 2 qalıb, 2 dənə də xlor mənfi qalıb. Sonra bizə nə deyir tam elan? Bizə deyir ki, bura 2 mol natrium karbonat gəlib. 2 mol natrium karbonat da, burada neçə dənə natrium iyonu var? 2 dənə natrium, 2 dənə neçə dənə natrium iyonu? 4 dənə natrium müsbət, 2 dənə də CO2. 2 dənə də CO2. Burada da çöküntü verən hansı olacaq sizdə? Bariumla CO3 birləşdirsə, barium çöküntü verəcək. Bir dənə barium özünə bir dənə CO3 birləşdirər deyə barium gedəcək. CO3-ün də biri gedəcək, biri qalır. Əgər bizə desək ki, hansı iyonlar qalacaq, 4 dənə natrium qalar, 2 dənə xlor qalar, 1 dənə CO3. Amma onu istəmir bizdən. Deyir, hansı iyonlar arasında reaksiya gedər? 1 getdi, 2 getdi, 4 getdi, 6 getdi. 3 ilə 5 getdi. Siz bu ardıcıllığı izləyin. Bunu yazmadan belə konkret bilə bilirik də. Elə variantlara baxsaq, baxır, bilirsən də elə necədir? Məsələn, deyirsən variantlara baxırıq. Bax, orada dəmirlə CO3 də çöküntü verir. Uşaq görəndə elə bilər ki, o reaksiya edir. O da çöküntüdür. Uşaq görəndə elə bilər o da. Amma bu ardıcıllıqla bunu belə yazsa, orada səhv eləməz. Amma biz onu elə yazmasaq, sən deyə bilərsən ki, o niyə getmədi? O da çöküntüdür də. Amma yazanda görürsən ki... Müəllim, birinci, baxın, OH var idi. İkinci dəmir gəlib də, üçüncü CO3. Bildim, eləmək olar. Prosta, yəni, bilirəm, elə də eləmək olar. Prosta, yəni, biraz, yəni, mən özüm yazıram ki, ətraflı uşaqlar başa düşsün. Uşaqlar, bir dənə baxın, görün, anlaya bildiniz, yoxsa hansı yer qaranlıq qalıbsa, bir də deyim. Başa düşdüm onu. Link də atanda bilirsiniz də, 10 dəqiqədən sonra mən sizə link atacağım. Davam edəyək sonra. Müəllim, mən qoşulmayacağım. Yaxşı, narahat ol. Sonra uşaqlar. 102 var. 102. 102 məncə bayaqki sualdandır. Artıq bunu özünüz yaza bilərsiniz. Ehtiyac var bunu yazmağa, bayaqki sualdan. Eyni şey olur. Eynisidir. Sualın eynisidir də 2-3'lü cavab. Eynisidir. Bir dənə H-klorun yerində bayaq H-brom idi, burada H-klor yaz. Bayaq H-brom idi, burada H-brom idi, burada H-klor yaz.